Körpə uşağın başından ekizi çıxarılıb, hamiləlik dövründə bir döl digəri ilə əhatə olunub və nəticədə ölüb. Lakin onun qalıqları sağ uşağın başında qalıb. Hadisə tibbdə ən nadir görülən əməliyyatlardan sayılır. Hamı hər şeyi eşidəcək, eşitməyən qalmayacaq. Artıq eşitmə qüsuru olanlar üçün qulağın formasını alan, görsənməyən neuroimplantant təsdiq edildi. Lozanna Federal Politexnik Məktəbinin alimləri meymunlarda cihazın tam sınaqdan keçdiyini bildirib. Spirtli içki içən zoomerlərin, yəni gənclərin sayı azalıb. Yeni nəsil içkiyə bundan əvvəlki qədər meylli deyil. Rusiya alimləri yeni açıqlanan statistikanın sosial şəbəkələrdə sağlam həyat tərzinin təbliğin nəticəsi olduğunu deyir. Duzlu yeməklər depressiyaya səbəb olur. Yəni duz ancaq fiziki deyil, həm də mənəvi olaraq bizə ziyan imiş. Bunu siçanlar üzərində aparılan araşdırma təsdiq edib. Hər gün belə maraqlı xəbərlər izləmək istəyirsinizsə, bu videonu bəyənin, abunə olun, daim bizi izləyin. Duru yağ xərçəng yaradır. Qarğıdalı, günəbaxan və soya yağında olan linoleik turşusunun istehsalı aqressiv döş xərçəngi növünün böyüməsi ilə əlaqələndirilib. Bu barədə onkoloq professor Justin Stembing məlumat verib. Nəfəs xoşbəxtlikdir, müğənni olan yox, əsl nəfəs. Onun həyatının mənası sizin nəfəs almağınızdır. Söhbət yeni cihazdan gedir. Kiçik ölçüsünə görə rahatlıqla bədənə taxılan izləmə cihazı sizi 7/24 izləyəcək. Qısacası, ağciyərim nə işlə məşğuldur sualının cavabı artıq sizdən gizli olmayacaq. Diqqət, bu cihazda hətta yuxuda burnunuzun şnorkel rejimi də qeydə alınır. Sağlam xülasə. Qismət.